Hiç set yoktu. Mehmet sen nereden? Sen de tutma Mehmet. Azerbaycan senin başın sağ olsun. Vətən toprağının oğulların al ulu boynuna üzün al olsun. Bizim için ölmeyen Azerbaycandır. Canımız min döne ona kurbandır. Sil gözyaşlarını, başın sağ olsun. And olsun Bağdakinin al bayrağına, bu ana toprağın baş ocağına. Dünyamız dönse de kan çanağına, öldü var döndü yok kutsal yolundan. Yaslı Samalanın yapış kolunda. Canını yaksa da ayrılık çağı, eriyip akmasın könlünün yağı. Didmesin bağrına azizler dağı, kabirler üstünde kızıl gül bitir. Büyücüd yerine minlerin yetir. El saksalı, elimizin sakkalı, Həsən al sakkalı, Həsən al Dəmirçi, qadan alım ki danışırıq. Həsən al, sizi gözləyirik. Sakin dala vermeyden gidiyorlar. Ya sakin dala değil. Ya sakin dala vermeyden sakin. Alo. Ayaklama. Amin. Bilən şairi belə çağlarda deyir, ağla ey köz yan könül dünya evi qəmxanədir. Mən Azərbaycan musiqiçilər tərəfindən bu ürək yandıran acı köçməni, hələ yağmur yuxudaydı, hələ Tanrı qərara gəlib gəlməmiş, sən hara belə tələsirdin? Hansı gün, hansı axşam, hansı gün çıxmamışdan qaranlığa yol çevirdin? Hansı gün,
hansı axşam, kimsə ayaqqabılarını tərsə cütləmişdi. Yoxsa qabar çalmış ayaqların, yoxsa yorğun ürəyin getməyə tələsirdi. Günəş gözlərində doğulmağa can atırdı. Günəş gözlərində doğulmağa can atırdı. Günə baxanların gözləri yolda qaldı bu axşam. Sənlə sevinib, sənlə gülüb, sənlə solmağa söz vermişdilər. Hansı yollarda yubandınız? Hansı yollarda yubandınız? Hansı döncələr satdılar sizi? Hansı ləhzələr and etmişdilər canınızı almağa? Hansı naməhrəm baxışlar çaldılar sizi? Yoxsa nədən getməyə tələsirdiniz? Yoxsa unutmuşdunuz dar yollarımıza cin ağızlar tükülüb bizi utmağa? Yer sızlayır, göy oxşayır, yer, göy ağlayır. Topraq tanrısı sizi bağrına basmağa sevinsə, göy tanrısı ağlayır. Allah göy tanrısı ağlayır, tanrılar ağlayır, ağlayır, tanrılar ağlaşırlar. Keşke durup gələ bilərdiniz. Keşke arxanızda dönüp baxa bilərdiniz. Keşke ayaqqabılarınızı harda itirdiyinizi unutmazdınız. Keşke dalınca su səpir bu el, bu topraq. Dalınca su səpir bu el, bu topraq. Dalınca ağlayır, dalınca yanır, dalınca oxşayır. Daha nə yazım, daha nə deyim? Qələm yazmağa utanır, kağız ağlayır. Deyirlər, qərənfil 3 gül atar. Deyirlər qərənfil 3 gül atar. Qərənfil 3 gül atdı. Qərənfil 3 gül atmışdı. Qərənfil 3 gül. Qərənfil 3 gül. Yox, yox, qəhrəman ölməz. Odum, ocağım sönməz. Tarixlər inan deyib, biz tarixin oğluyuq. Dünən azad yarandıq, bugün qolu bağlıyıq. İbrahim Savalan cənablarından bir danışıq eşidəcək. Yorulmayasınız. Mən bu danışığı Mina xanımın adı ilə başlayacağım. Və elə bura yığışanların icazəsi ilə Mina xanıma dönüş simgəsi deyəcəyəm. Mina xanım Ərdəbilin yaxınlarında doğulur. Ailəsi ilə birlikdə 6 aylıq imiş Tehrana köçür. Hamı kimi farslaşmağa başlayır. Ancaq danışqahda Zəncana dönür. Bu dönmək, dönməkdir. Bu dönmək, köçməkdir. Fars dilindən köçür. Bizi əritməyə hazırlaşan dəyirmanlara yox deyir. Dönür gəlir Zəncana. Və bu dönüşü yəqin bilirəm ki, Azərbaycanımızın indi 10 milyondan artıq insanının taleyi ilə düyünlənir. 10 milyondan artıq insanımız hələlik öz kimliyindən, öz keçmişindən, öz tarixindən xəbərsizdir. Və bilərək, bilməyərək, qurulan bu siyasi nəzmin gücü ilə, zorla, bəlkə də bəziləri heç fikir vermədən farslaşmağa doğru gedir. Mina xanım dönüş simgəsi idi. Döndü, insanlara demiş olsun ki, dönmək olar. Elə bura yığışanların çoxları da, bəlkə millətçi olmamışdan öncə
Onlar da İranda qurulan nəzmi sevirmiş. O dili, o tarixi inanırmış. Ancaq döndülər. Bu dönüşü inşallah ki hamıyla paylaşacaq. Yəni 35 milyon türklə paylaşacaq bu dönüşü. Bu dönüş simgəsi adı ilə başladım. Çatıram İbrahim bəy Cəfərzadəyə. Xoy şəhərinə, İlavar kəndinə. Ancaq ürəkdən deyirəm. Burada danışmaq mənə düşməzdi. Böyük Abbas Lisani, böyük Səid Mətinpur və başqa dostlarımız, İbrahimin öz yaxın dostu Mahmud və ayrıları burada olmadığından danışıram. Yoxsa biz öyrənmişdik bütün belə yas mərasimlərində Abbas Lisani danışsın. Əlbəttə buna da öyrənmişik. Çoxlu yas mərasimlərində zindanda eşitsin. Mən özüm Mühəndis Səmanini zindanda eşitdim. Abbas Lisani Mühəndis Səmaninin yasını zindanda eşitdi. Yenə bunu zindanda eşitdi. Səid Mətinpur bunu zindanda eşitdi. Bu hələlik millətimizin taleyidir. Bu zindanlardan azadlığa doğru gedəcək. Bu zindanlardan öz varlığımızı əldə edəcək. Elə İbrahim Cəfərzadə də o yolu getdi. Getmişdi, həmişə də getməyinə hazır idi. Addım addım hazırlanırdı bu böyük zəfərə. Addım addım o haqq istəklərimizi almağa hazırlanırdı. Bir gün Mühəndis Səmani dedi, Savalan bəy, millətimiz haqq istəklərinə çatacaq. Ya bizli, ya bizsiz. Bu İbrahimə də nəsib olmadı. Bu Profesör Zehdabiyə də nəsib olmadı. Çox sevərdi, o başının tüküyün ağardığı zaman görə bu haqq istəklərimizin əldə edilməsin, mədrəsələrimizin açılmasın, təbrizlərin qaldırılmasın. Özü deyərdi, ixtiyar əlinə alanda Təbriz, başım ağarsa da bir oğlan kimi, başıma gələni ərməğan kimi, ərkidən xəlqimə sərfəcəyəm mən. Tez-tez deyərdi bunu. Bugün burada olacaqdı və danışacaqdı qəhrəman Şiirzad. İndi orada tutuldu. İbrahim'i Şiirzadsız görmək də olmurdu. Şiirzad da orada tutuldu. Gələcəkdi, bura deməyə sözü var idi. Nə sözü idi? İbrahimin öz sözü. Çox çalışardı xoyun zəvanlarına, İlavara və buna tay gənclərə deyə ki, bizsiz günlərə də hazırlanın. Hey deyərdi bunu. O bir il zindanında rəybaz verərdilər, gələrdi, ancaq gələrdi, işlərə qarışmazdı. Deyərdi, yox, bizsiz günlərə hazırlanın. Sizin bizsiz günlərimiz olacaq. Bu yolu gedəcəksiniz. Bu yol çətin olacaq, bilirəm. Ancaq gediləcək. Biz millətik. Millət bir oğlunun, bir qəhrəmanının olsa İbrahim Cəfərzadə də ölümünün axsarlığında qalmaz. Bir əskərin ölümüdür, bir səngərin alınması deyil, bir günün solmasıdır, bir bostanın aradan getməsi deyil. Burada bir səngər alınmayıb, hələ səngər yerindədir. Fəqət mən burada bilmirəm, vardılar, yoxdular. Biləvarın şuralarından burada var ya yox, kəndin şurasından. Kəndin şurasından olsa onlara deyirəm, olmasa elə kəndin öz əhlinə deyirəm. İstərəm gələn dönə xoya gələndə o serahda görəm, İbrahim Cəfərzadənin büqəsi. Tablosunu görmək istəyirəm orada. Az adam deyildi ki, sərdar idi. Xoyun dörd cəhətindən xoya girəndə sərdarlarının adı görürük. Hənifə Dürstünün adını görürük. Və yerli görürük. Vətənin qoruyub, torpağın qoruyub. İbrahim də elə qoruqçu idi. Onun da adına tablo gözləyirik orada. Bu kəndin əhlindən onun adına orada tablo gözləyirik. Xoy şəhərindən onun adına tablo gözləyirik və başqa igidlərimizin adına. Bizə hamısı sərdar idi onlar. Bir əskərin ölümüdür, bir səngərin alınması deyil. Fəqət elə burada olan dostlardan istərdim, xüsusilə xoylu dostlardan, biləvarlardan. İbrahim çox güvənməli insan idi. Ancaq doludur hər bucağın min belə oğlanlarla. Hər təkdəkiz İbrahim Cəfərzadə olmağa can atmalısınız. Yoxsa sabah elə o yoldan keçəndə insanın gözü düşər bu kəndə. Gözü düşər o şəhərə, deyər, öldü getdi Koroğlu, yetim qalmış elə bax. Elə olmayacaq. İnanıram, inanıram. Sağ olun.
Vaxt olar zülmeden özü də bilməz. Amansız zülmünü nə üçün edir? Atsan köprüsünün cay yerişi tək, haranın adıyla haraya gedir? Sırada Məhəmməd Əbbasbur yoldaşımızı çağırırıq, bir qıssa danışıq. Yoldaşlarımız tələsirlər, qıssa danışığımız. Mən öz növbəmdə və İbrahim bəy Cəfərzadə ailəsinin tərəfindən bütün uzaqdan, yaxından gələn qonaqlara bilmirəm, xoş gəldim deyim, nə deyim, addımlarınızı gözlərimiz üstə əzizləyirik. Bütün şəhərlərdən, Azərbaycanın bütün şəhərlərindən gəlmişdilər burada. Hamısı bir beyt şeir ilə başsağlığı vermək istəyirdilər. Muntaha vaxtım dar olduğu üçün mən onların hamısının əvəzindən bütün Azərbaycana, bu ailəyə, hamıya başsağlığı verirəm. Bütün şəhər ad saymıram, biri qələmdən düşmüyor. Ancaq biz burada işarə etdilər, dərdimizi bir-birimizdən paylaşdıq, bir-birimizi qucaqladıq. Muntaha burada bizim dostluqda olan yoldaşlarımız, fikirdaşlarımız Abbas bəy Lisani, Səid bəy Mətinpur, onun sevgili əziz dostu Mahmud bəy Fəzli, Mustafa Əvəzqur və başqaları indi bəlli deyil, infiradidə, təhdiddə, duvarı haranı qucaqlayıb nə cür ağlaşırlar. Azərbaycan bugün yasa oturur. Azərbaycana baş sağlığı verir. Azərbaycan bütün neçə yönlərdən, hər yöndən, neçə yöndən demirəm, acılıq çəkir. Əgər bugün Urmu gölü quruyur ya qurutulur, Azərbaycan millətin tədrici ölümə, köçürməyə başladı. İqtisadi çətinlik bizləri öz güllü çiçəkli ev yurdumuzdan, obamızdan köçdürüb, İştiyaqı köçürmə, nə deyirsən de, aparıb başqa kəvirləri, başqa şəhərləri abadlamağa başlamışdır. Bu Azərbaycanın yolları ilan kimin bizim əzizlərimizi çalıb, az salmayıb səhəndilərimizi əlimizdən alıb, əmanilərimizi əlimizdən alıb və bugün bu qəhrəman ailəmizi əlimizdən alıb. Siz müqayisə edin, Təbriz İranın bir böyük şəhərlərindən biri sayılır. Bunun giriş-çıxış yoluna baxın, bir dənə kəmərbəndidir ki, hamısı trafikdir. İllər boyu, 20 il, 30 il, neçə ildir geçir, hələ bir otoban vurmur. Bunu fəqət müqayisə eləyin. Bir coğrafiya naqşanı açsaz, İsfahanla, Məşədlə müqayisə eləsəz, çox zadları düşünərsiniz. Hələ bu da ki, xoyumuzdur. İran-Avropa tranzit səddəsinin üstündədir. Hamımız bilirik, nə qədər burada cavanlarımız əldən alır. Amma mən burada İbrahim bəy Cəfərzadənin fikrini yaymaq istəyirəm. Başqa əxlaqi şəxsiyyətini buraxıram. Hamı bilir, istəmirəm ona işarə. İbrahim bəy Cəfərzadə əgər bugün hamımızdan başqa fərqlənir, bir fərqli fikirləri var. Bu belə deyim, açar fərənsə kimi bir şeydir. Hər zamanın özünə görə stratejisini qurub, onunla müqabilə edib mübarizəsini qurub. Bir gün dərnək qurmağı ilə, bir gün çıxıb xiyabanda bağırmağı ilə, bir gün infiradilərdə, bir gün yazılarla, bir gün dostaqda, bir gün təbqiddə. Ancaq bunların heç biri onu nə sustura bildi, nə sındıra bildi. Axır boyuna ömrünə qədər dirəndi və dayandı. Və eşitdiyimə görə son dəvədə elə bir Dağıstanı görməmiş, getmədi torpağa. Və bir dənə nəsihət kimin elədi, bilmirəm, bilə-bilə idi, nə cür idi. Səid bəy Mətinpurun doğum günü Azərbaycan Siyasi Dostluqlar Günü sayılan gün oldu. Orada bəy danışıq elədi, belə nəsihət kimin idi, bizim hamımızın. Deyirdi ki, biz indi Azərbaycanda millətimiz gərək
koneşe hərəkətlərə üz gətirsin. Ya nə mənə? Yəni bu iki, biz oturmayaq bir vakunuş əsasında. Vakunuşlu hərəkətlər yanlışlıq ola bilər. Vakunuşlu hərəkətlər kontroldan çıxa bilər. Oturub plan töhməliyik, oturub bərnamə töhməliyik, yerinə qoymalıyıq. Lazım olsa xiyabana çıxarıq, lazım olsa yazı ilə yazarıq. Hər halda bu mənə və bütün hamımıza bir nəsihət kimi gəldi. Hər halda mənə üçün deyiblər sözlərimi qısaldam, bu bəyin nəsihəti idi. Bəy azadlıq şeirini oxudular, çox sevirdi. Bəy azadlığın getdi, başqa dünyada tapdı, ailəsinlə. Orada özgür yaşadı. Amma mən burada, bu ailənin başının üstündə, hamıya deyirəm, bəy, bizlər azadlığımızı bu dünyada istəyirik və bu dünyada bulacağıq, hamımız əl-ələ veririz. Yaşasın. İmşan şöhrəti, Azərbaycan səsənləri, hürriyyətim şan şöhrəti, adım mənim öz adım, sənsiz mənim də qiymətim, adım mənim öz adımdır, sənsiz mənim də Azərbaycan, Azərbaycan, yaşa yaşa Azərbaycan, azazimiz başları, sabirlerin coğrafyası, nefesimiz var aşağı, Azerbaycan uğur nefesi, baharda yaşadığımızı, baharlarına yol sesi, baharımızda yaşadığımızı, babalarına yol sesi. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan, 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 yaşa yaşa Azerbaycan. Biz tarihte sığınırız, bilen varlık bugün varlık. Biz tarihte sığınırız, bilen varlık bugün varlık. Biz seçmişler güvenler, geleceği adımları. Biz
geceler bilmirəm mən hara Alo. Çok hava var. Her gün